Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən leysanla bağlı əhaliyə təcili xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq havanın yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Aprelin 16-sında yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşahidə olunacağı gözlənilir. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma halları istisna olunmur. Prosesin aprel ayının 17-sinə qədər davam edəcəyi gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi də öz növbəsində təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə çağırış edib. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə çıxmaq tövsiyə olunur. Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə edilir. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizliyi qaydalarına da xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçik həcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. İndi isə sabahın havası ilə bağlı daha ətraflı Milli Hidrometeorologiya Xidmətindən bildirilir ki, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 7-10, gündüz 11-14 dərəcə isti, atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 85-95% olacaq. Naxçıvanda da sabah gün ərzində yağış və intensiv yağış ehtimalı var. Şimşək çaxacaq. Temperatur 7-11 dərəcə isti olacaq. Demək olar ki, sabah Azərbaycanın əksər rayonlarında leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı bildirilir. Duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.